Avparkda Heydər Əliyevin posterini söküb yerində obyekt tikdilər. Avpark yaşayış kompleksinin girişində Heydər Əliyevin posterinin və dövlət atributları olan güşənin sökülərək yerində inşa edilən obyektlə bağlı məlumat yayılıb. Məlumatda qeyd olunurdu ki, iş adamı qanunsuz inşa edilən obyektin sahibi Vüqar Sadıbəyli Heydər Əliyevin posteri və dövlət atributlarını sökdürərək maşın dayanacağına yerləşdirib. Qeyd edək ki, Abşeron rayon icra hakimiyyəti səslənən iddiamlara reaksiya verib. Qurumun mövqeyini olduğu kimi diqqətinizə çatdırırıq. Araşdırma zamanı müəyyən olundu ki, Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospekti 167 ünvanında Avpark yaşayış kompleksinin daxilində vətəndaş Vüqar Sadıbəyli mülkiyyətində olan 12 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsində tikinti işlərinin aparılması məqsədi ilə 15 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə tikinti niyyəti barədə müraciət etmiş, lakin vətəndaş tərəfindən məlumatlandırma icraatı çərçivəsində daxil olmuş ərizənin nəticəsini gözləmədən tikinti işlərinə başlamışdı. Abşeron rayon icra hakimiyyəti əməkdaşları tərəfindən vətəndaş Sadıbəyliyə aparılan tikinti işlərinin dayandırılması ilə bağlı ciddi şəkildə xəbərdarlıq olunmuş, qanunsuzluğun qarşısının alınması və ərazinin nəzarətdə saxlanılması məqsədi ilə aidiyyatı üzrə qurumlara məlumat verilmişdi deyə məlumatda qeyd olunur. Səsləndirilən iddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.